Fatma ora daxil olanda çox qəribə, amma mehriban baxışlı bir qarı görür. Fatma qarının saçını darayır, ona nəvazişlə yanaşır. Qarı ona sakitcə deyir: "Evə gedəndə 3 sehrli su çıxacaq qarşına. Ağ suda çim, qara suda saçını yu, qırmızı sudan yanaqlarına bir az toxundur." Qarı bir tük də verir. "Mənə ehtiyacın olsa, bunu yandır, yanında olaram." Fatma dediyi kimi edir və gözəlliyinə gözəllik qatır. Amma Fatma o suda üzünü yumasaydı belə yenə çox gözəl idi. Bir gün saraydan xəbər gəlir ki, padşahın oğlu böyük bir şənlik edir. Fatma biraz kədərləndi. Amma qarının verdiyi tük yadına düşür. Tükü yandıran kimi qarı peyda olur. Fatmanı inəyin bastırıldığı yerə aparıb, oradan zərif libaslar və qızıl başmaqlar çıxardır və Fatma şənliyə gedir. Hər kəs ona heyran olur. Oynayanda bir tərəfə qızıl səpir, başqa tərəfə torpaq. Amma şənlikdən tələsik qayıtdığı üçün körpüdən keçəndə başmağın bir tayını suya salır.